önce bağ evim olsa qurban kəsəcəm demişdim. Gün bugündür deyib qurbanımızı aldıq. Amma kəsməyə qıymıram hələ də. Gəlin bir ay ərzində nələr olub özət keçim. Dəmir darvaza qoyuldu, ustalar üçün oturmağa yer və mini visi tikildi. Bünövrə qazıldı, armatur vuruldu, beton töküldü. Oktyabrın 21-dən bu günə bir ay ərzində birinci mərtəbəni tikib bitirdilər artıq. Bu sırada fikirlərim o qədər dəyişdi ki, sonda Tural dilə gəldi. Fatimə qurban olun bəsdir dayı. Qaynatam isə bəsdir nazından oynadıq dedi. Birinci mərtəbə tam hazırdır artıq. Bugünə qədərki xərcimiz sponsorsuz 26.000 manat oldu. Sonuncu 7.000 manatı betona verdikdən sonra qaynatam dedi dur getdik dikt almağa. Bəs sən nə bilmişdin? Elə bilirdin ev tikmə 2/2-dir. Mən də dedim hə. Çünki Abşeron ticarət mərkəzi var. Ən münasib qiymətə hər şey var orada. Üstəlik baş sponsorumuz. Getdik Abşerona. Bir dənə görsək yaxşıdır. Burada ticarət mərkəzi mi deyim, ya əyləncə mərkəzi mi? Bura daxil olanda elə bir başqa ölkədə gəzirsən. Hər şey o qədər özəllə dizayn olunub ki, həm ziyarət, həm ticarət sözü Abşeron ticarət mərkəzinə aiddir. Buranı gəzdikdən sonra diktimizi alıb gəldik torpağımıza. İkinci mərtəbə isə gələn ayın sonu bitəcək deyilənə görə. Növbəti videolarda görüşərik.